Salam, xoş gördük əziz tamaşaçılar. Bugün studiyamızın qonağı Səbuhi Rəhimlidir. Səbuhi bəyi mən lap çoxdan tanıyıram. Onu izləyən tamaşaçılar da çoxdur. Amma bizim kanalımız Bütöv Azərbaycan TV təzə yarandığı üçün onun tamaşaçılarına tanış eləmək istəyirik. Bu baxımdan elə yaxşı olar ki, Səbuhi bəyin özü bir balaca özün təqdim eləsin. Biz onun döyüş yolu barədə bilirik. Birinci və ikinci Qarabağ müharibəsinin iştirakçısıdır. Amma onun öz görünməyən tərəfləri var. Biraz bizə tanışlıq versin, xahiş edirəm. Çox sağ olun, minnətdaram. Qoy uğurlu olsun bu yeni kanalınız. Əminəm ki, Bütöv Azərbaycan adına Azərbaycanda milyonlarla insanlar var ki, bu yolun sevimlisidir. Bu yolu öz ana xətti, həyatın ana xətti götürüb və siz də o bir misqal da olsa bu yolda əziyyət çəkirsiniz və mən eşidəndə Bütöv Azərbaycan televiziyasıdır, sevə-sevə gəldim. Çünki bu yol, bu xətt xalqımızın hər bir fərdinə, hər bir nümayəndəsinə, vətəndaşına böyük belə töhfədir. Və mən də sizə söz verirəm ki, tamaşaçılara da söz verirəm ki, nə zaman nəsə olsa, yaradıcılığın əsas hissəsi Güney Azərbaycan, Bütöv Azərbaycandır. Bütün oradakı siyasi, ictimai insanların hamısından bu və ya digər formada təmasım var. Onlarla görüşüb, onları da hətta bura cəlb eləyərik. Bakıya gəlirlər, toplantı olur. Hamısını bir yerdə biz düşünürəm ki, nələrəsə nail ola bilərik. Çünki hədəfiniz sağlamdır, lazımlıdır, vətən adına gözəl şeydir. Döyüş yolunda bir balaca redaksiya eləmək istəyirəm ki, birinci Qarabağ savaşında olmuşam. İkincidə amma bir operator kimi, kamera, könüllü olaraq çəkmişəm. Belə iştiraki deyəndə yəqin siz onu nəzərdə tutmusunuz. Əslində hərənin öz səngəri var da. Döyüşçü silahı ilə girir səngərə. Biz də jurnalistlər qələmi ilə, kamerası ilə giririk səngərə. O baxımdan deyirdim. Amma döyüş məqamlarına gəlməzdən qabaq bir məsələ var. Sizin proqramlarınızın birində deyirdiniz, ola bilsin ki, mən uşaqlıq çağlarımın şok edici məqamlarından da danışaram, söhbət edərəm. Bir o detallardan üzü bəri gələk. O məni əsasən cəlb elədi ki, görüm o şok edici məqamlar nədir? Hər bir kəsin uşaqlıq vaxtında yadında qalan, yaddaşında dərin iz buraxan məqamlar olur. Görək Səbuhi bəyinki nədir? Şok edici deməzdim. Bilirsiniz, mən bu həyatda o qədər o əziyyətlər deyim, eniş yoxuş görmüşəm ki, mən heç nə təəccübləndirmir. Mən məsələn, çox ağır yaralananda könüllü getmişdim tələbəkən. Həkimlərin hamısı qərar verdi ki, bunun sol ayağı kəsilməlidir. Yenə də mən adi baxdım ki, insandır da, cəmaat ölür, bədənin yarısı yoxdur. Mənim də ayağım ağır yaralıdır, kəsilə bilər. İndi bəxtim gətirdi, indi Allahın lütfü, bəlkə bu verilişə gələcəm deyə məni salamat saxladı. Təəccüblənmədim. O şok o mənada deyirəm, amma uşaqlıqdan bilmirəm. Bilirsiniz, mənim həyata baxışım dünya sistemində bəyənmədiyim, məsələn, qəbul eləmədiyim bəzi şeylər var. Məsələn, niyə gün gecə saat 12-də başlamalıdır? Bunu mən heç cürə qəbul eləmirəm. Məsələn, İslamda sübh namazından başlayır. Mənim çox ciddi məşğul olduğum Zərdüştülükdə, Avestada. Orada da gün görünürsə artıq səhər açılmış, gün başlamış demək. Gecə saat 12-də günün başlaması məsələn qəbul eləməmişəm uşaqlıqdan. Məsələn, dünya seçkilərində qəbul eləmədiyim odur ki, tutaq bir kənddə, tutaq ki, mənim kəndimdə 1000 seçici var. Onun 150-si akademik professordur. Yüzü ziyalıdır, dünya görmüş, müharibə görmüş adamlardır. Tutaq ki, o 150 və o 100 nəfər, 250 nəfər hamısı bir mənalı şəkildə mənə səs verir. Amma o qalan 750 nəfər də başqasına səs verir. Heç nə bilməyən, savadı olmayan, dünya və ölkə siyasətini bilməyən. Bu necə olar? Mən onu qəbul edə bilmirəm. Bir akademikin də, ziyalının da bir səsi olsun, başqasının. Düzdür, Amerikada falan da deyirlər, hamı eynidir. Eyni deyil. Bu görüntüdür yalana. Dünya yaranandan bir vəzifəli adam, bir nə bilim, varlı adam, bir məclisə gələndə ona daha isti münasibət göstərilər, nəinki sadə bir adama. Elə bu özümü götürəm də, mən varlı deyiləm, özümü sadə aparıram, avtobusdan gedirəm, gələm, görəm onda adama
ironik baxırlar, adama başqa cür baxırlar. Nə qədər səmimiyyət göstərsənsə, adi öz doğma kəndimə də gedəndə tərtərə sadə insan hamı kimi kənd uşağı kimi davrananda görürəm qəbul eləmirlər. Mütləq sən yay da olsa, 50 dərəcə isti də olsa ağ köynək, qalstuk taxmalısan. Deməli sən mən o gün də filan nazirlə görüşdüm, o gün də filan televiziya çağırdım. Mən bunları bayağı bir şey bilirəm. Səmimi olanda da görünür insanlar tam onu qəbul eləmir. Elə görmək istəmirlər səni. İzləyici, tamaşaçı, xalq deməyək, toplumun bir çox üzvləri istəyirsən özünü egolu göstərəsən. Hətta bir dənə olur, redaksiyamıza kimsə gəlmək istəyir söhbətə. Tapa bilmir redaksiyanı. Özüm düşürəm, gedirəm, qarşılayıram, gəlirəm, içəri deyirəm, buyurun, əyləşin, çay içirsinizsə belə. Deyir, belə eləməli deyilsiniz. Özü deyir ki, məni gözlətməlisiniz. Yalandan içəridə oturub deyir, hələ işi var, katibəni yoxdur filan. Deyir, mən məmur zat deyirəm, katibəm olsun, redaksiya. Özləri deyir, yəni məni niyə gözlətmirsən? Bax, bu şeyləri mən qəbul eləmirəm. Belə şeylər çoxdur. Niyə? Məsələn, əsas da o seçkindən o günün başlanmasını qəbul eləmirəm. Uşaqlığa gəlincə, valla bilmirəm. Uşaqlığın möcüzəsi odur ki, biz 7 uşaq olmuşuq, bir dənə balaca otaqda. Atam, anam müəllim olub, hamımız orada oxumuşuq və 7 uşağın hamısı ali təhsillə, adi o vadinəm ikisi də müəllim idi. Atam dil ədəbiyyat, anam sinif müəllim. Bizi böyütdü, oxutdu. 3 qardaşım Neft Akademiyasında oxudu, 2 bacım xarici dillər, bir qardaşım kooperasiya. Mən də İncəsənət Universitetində oxudum. Yaxşı da oxumuşuq hamımız və atam həmişə bizə bir tövsiyə verirdi ki, hara düşsəz ya birinci olun, ya da olmayın. Kimisə əzmək hesabına yox, öz istedadını. Gördünüz orada öndə deyilsiniz, çəkilin qırağa, qoy o yeri başqası tutsun, layiq olan tutsun. Biz də çalışırıq hansı sahəyə düşürüksə, ən azı səmimi və daha çox bilgilərimizlə öndə olaq. Belə. Sizin proqramlarınızı izlədikcə yazılan şərhlərə baxıram, görsən bəzən insanlar qəribə yanaşmalar olur. Bəziləri yaxşı qəbul edir, bəziləri biraz da ağılsız kimi baxır. Bu şeylər mənə 2008-ci ili xatırlatdı. Bütöv Azərbaycan qəzetini təsis edəndə tez-tez soruşurdular, nədir, nəsə bir qazancın olacaqmı, nə olacaq? Deyəndə ki, bu qazanc üçün deyil, maraq üçün deyil. İzah edirdim ki, bəs 200 ildir millətimizin başı bəlalar çəkir, torpaqlarımız işğal olunur. Bütöv Azərbaycan adı demirmi ki, mən bunun marağından? Yox, əgər bir qazancın olmursa marağından. İnanmırlar, hə. Yəni, mənə də dəli kimi baxırdılar. Ona görə dedim, biz 2 dəli qardaş oturaq, bütün söhbət eləyək görək. Niyə belə baxırlar? Cəmiyyətimiz niyə belə qəbul edir? Ümumiyyətlə, dünya yaranandan dualistik bir cərəyan var. Xeyr, şər, isti, soyuq, nə bilim, səhər, axşam. Bu mübarizə gedir. Hətta bu mübarizə olmasa, dünya maraqsız olar, dünya inkişaf eləməz. Ona görə də hər bir şeyə ikili yanaşma var, ən az ikili yanaşma. Görürsünüz ki, Allaha inanmayanlar da var, ateistlər var. Evet. Bu hamısı bir yerdə gözəldir. Mən bir əhvalat danışım. Deməli, mən ofisdə oturanda bir bitkilərlə müalicə edən bir həkim var, Rafiq Cərullayev. Bir dəfə onun yanına bir nəfər gəlmişdi müalicə bitki almağa. Mən gördüm. Həm də qəzet çıxarmışsınız bilirsiniz. Bir saatda dizayner gələcək, köşə yazısı ilə tamamlamalıyım. Köşə yazısı da ictimai siyasi olurdu adətən. Deməli, gəlib bir saata gəlir, bircə saat vaxtı var. Mən də bitirə bilmirəm. Adam da yoldadır. İndi kişi gəlib deyir, Səbuhi müəllim. O qədər də belə müəllim idi deyəsən. Dilli dilavər, lap Zəlimxan Yaqub kimi danışırdı. Deyir, sizin yazınızda Sabir nəfəsi var. Sizin yanınızda Mirzə Cəlil tənqidi var. Sizin yanınızda Üzeyir, nə bilim, yumor var. Mən də deyə bilmirəm ki, kişi, qoy işimizi görək də. İndi təsadüfən gördük, biz bir yerdə oturuq. Sən demə qəzetimizin izləyicisi. Fikrim yayınır, dünya qarışır, istəyirəm nəsə yazam. Oğlan da gəlir, adam o gərginliyə düşür. Çoxlu dedi. Axırı gördüm, nə desəm təvazökar kimi başa düşəcək. Dedim, ağsaqqal, müəllim, mən bu sözləri hər gün eşidirəm. İkisi də şok oldu ki, bu özü nə qədər artır da. Deyirəm ki, mən bu sözü hər gün eşidirəm. Yeni bir şey demirsiniz. Siz Allah belə, şu belə o
qaldırdığı, gözündə qaldırdığı Səbuhi Rəhimli elə bir düşdü yerə də. Çıxdı getdi, sonra o Rafiq doktor dedi ki, o sənin artıq qəzetini oxumayacaq. Axı sən belə deyirsən, niyə belə dedin? Mən də dedim ki, mən də ayrı variant yox idi. Bu çıxsın, o vaxt 25 min çıxırdı qəzetimiz. 25 min adamı ləngitməyim də. O xaltura eləyəndə elə o yumalaq basmalaq deyirlər. Yazsan mən yazılarımın məsuliyyətinə baxıram. Amma bir dəfə də yay istidi, qapını açmışıq, dəhliz var. İndi paralelliyi deyirəm də. Biri belə deyir. Demək bir yazı yazırdım mən də. Qəzet nəysə hazırladım. Gördüm bir kişi belə keçdi, sonra qayıtdı. Gəldi əlini qoydu stolun üstünə, belə əyildi mənə tərəf, deyir, Səbuhi Rəhimli sənsən? Deyirəm, hə. Belə acıqlı deyir də, mən də obrazlı göstərə bilmirəm. Deyir, sən o yazdığın, danışdığın hamısı fuflodur. Bildin? Dedim, bildim. Yo, dedi, getdi. Onda da gördüm həmin doktor, o da oradaydı, nəsə bitki hazırlayırdı. Dedi ki, ona niyə cavab vermədin? Onu 2 dəqiqə sustura bilərsən də. Çünki mən 91-dən debatdayım. İstəyir material dünya görüş, istəyir belə deyim, astrofiziklər, din adamları, kim olur olsun, mən heç vaxt uduzmamışam. Çünki mən bunun elmini bilirəm. Elə küçədən gəlməmişəm. Elə bilirlər, elə ulduz falı zad deyirlər. Astrologiyada ulduz falı deməklə əslində böyük səhv eləyirlər. Dedim, Rafiq müəllim, gözəldir də. Bax, biri deyir belə, üzü er nəfəsi, yox birinə. Biri oradan belə deyir. Bunun hamısı bir yerdə gözəldir. Hamı küçədə sənə sevgi ilə yanaşsa darıxdırıcı olar, valla. Amma hamı kinlə baxanda da əsəbi olur da. Ona görə indi kimsə o deyir, dəli bütöv Azərbaycan uğrunda bircə miskal iş görübsə, qoysun ortaya. Amma qıraqdan deyən, bir də bizdə təəssüf ki, 19-cu əsrin ortalarından Rusiyanın o baskısı nəticəsində özünü bəyənməmə, özünə lağ eləmə xüsusiyyəti bu millətin canına hopdurublar. Onu da təmizləmək gərək çoxlu maarifləndirici bir kollektiv ola ki, imkan da yaradalar təbliğat eləməyə də. Məsələn, bütöv Azərbaycan kanalı eşidən kim gərək bir gündə bir 100 min abunə ola. Ki, bu nəsə bir şey. Hər nədir? Orada zəif danışarıq, az informasiya verə bilərik, amma ən az istədiyimiz budur da. O ev yananda qaranquş bir damcı su atır, bir də gəlib balaca bir saman atır. Hərən öz mövqeyidir. Biz mövqeyimizi, niyyətimizi ortaya qoyuruq. Ona görə də o dəli deyir desin də. Görək bizə o dəli deyən kimdir, nədir? Onlara qarşı mən agresiya, görürsünüz də yazırlar mənə canlı yayımda. Mənasız danışdım. Mən də çox belə yumuşaq, mülayim cavab verim. Sonra həmin adamlarla dostluğumuz yaranır artıq. Mən durum söyüm bəzi o teleaparıcılar kimi ağzıma gələn deyim, olmaz. O da mənim millətimdir, xalqımdır. Cahil var, qəflətə düşən olur. Yavaş-yavaş bizim işimiz, missiyamız odur ki, onları doğru yola çəkək, yaxşı yolla getsinlər. Əslində dediyiniz kimi də ikili münasibət var. Bu qəzetin 3-cü nüsxəsi çapdan çıxmışdı. Chicagodan Əhməd Ovalı bizə zəng vurdu. Elə baxanda belə adi görünür ki, nədir bir qəzet burada çıxıb. Amma Chicagoda əgər bir soydaşımız ondan xəbər tutubsa, Günas TV-nin rəhbəri kimi bizi təbrik edib, almışlayıbsa, bu işin bir tərəfidir. Sonra Xətai haqqında, Səməd Vurğun haqqında siftə nömrələrdə yazı vermişik. Bir çox yaxşı münasibətimiz olan Aqil müəllim vardı, Əliyev. Yey biçən yaxşı olanıdır. Dedə ki, əl çək bu ölülərdən, dirilərdən yaz pula. Bax, bu almaq məsələsi, hərisliyi hardan gəlir, nədən qaynaqlanır, niyə bu qədər bu almaq məsələsi bizdə xəstəlik həddinə qədər çatır? Yox, əslində bu hər kəsin fikrində doğru var. Lap bizi tənqid eləsə, lap yersiz də desə, siz o işarə var, inyan, space işarəsi deyilə bəzən. Görürsünüz, qarada bir ağ nöqtə var, ağda bir qara nöqtə var. Ağappaq adam yoxdur. Öz xüsusiyyəti ilə, yalanı ilə, doğrusu ilə. Məqsəd nədir? O inyan ona görədir ki, o ağda qaranı getdikcə kiçildək, qarada da ağı böyüdək. Yəni buna gedir. Və insan materialist varlıqdır, materiyadır, dolanışıq olması çətindir. Adam sıxılır. Biz könül istəyərdi ki, çoxlu burada bax qarşımızda operatorlar çox olardı, canlı ötürərdik, nə bilim, nə edərdik, studiyamız daha gözəl olardı, geniş olardı, fon daha gözəl bir mənzərədə olardı. Təəssüf ki,
istəyirsən maddi olsun, amma bəzən o qürur imkan vermir ki, şəxsiyyətini qorumaq şərti ilə eləmək indiki dünyada da çox çətindir. Əslində bütün müharibələr, bütün savaşlar hamısı o pulun üstündədir. Gördünüz, Trump dedi ki, İran Hörmüz keçidini, nə bilim, neftini bizə həvalə eləsin, biz daşıyaq, müharibəni dərhal saxlayıram. Nə bilim, yeraltı sərvətləri Rusiya versin, onun tərəfində duraq. Yaxud Ukraynaya dedi, neçə trilyon verib. Yəni deməli, Çin buradan Zəngəzur dəhlizindən nəsə aparacaq, o pula görədir. Ermənilər iyul döyüşlərində neft borcunun yanında təxribat elədilər, gördünüz, cəzalandı. Hamısı puldur. Çünki oradan neft axır və Avropa, İtaliya, İsrail ondan qazanır. Yəni, o doğrudur. Amma bunların hər kəsin o Türkiyələrinin bir yöntəmi var da pul qazanmaq. Biz deyirik ki, belə bir eləyək, yəqin kimsə çıxar, bir humanist çıxar der ki, siz canfəşanlıq eləyirsiniz, bu qədər əziyyətlər çəkirsiniz, vətənin birliyi yolunda. Çünki media, mətbuat, informasiya, təbliğatı bir nömrəli şeydir. Siyasətçilər bəzən alındırmayanı mətbuat alındırır. Biz belə gözləyirik. Adam da var, deyir, bax, mən sizə bir söz deyim, mən 200-ə qədər şəhiddən süjet, film, ya şəhid ailəsindən müsahibə almışam. Biləcərdə də bir şəhid var idi. Atası dedi, sizi izləyirik, oğlu da izləyirmiş. Bizim qəzeti, yoxsa kanalı dedi. Və körəldim. Vaxtım olanda gedirəm, çəkirəm. Orada bir nəfər yaxınlaşdı. Mən yaşda, bəlkə məndən 3-4 yaş balaca olar. Dedi, sən bu nə vaxt baxıram elə şəhidlər çəkir, babat qazanc var. Mən onda çox şok oldum. Ürpəşir. Çox şok oldum ki, babat pul var. Və bu mənim çox yaxın dostlarım və döyüş yoldaşlarım da Dilqəm Əsgərovundan Şahbaz Quliyev o Kəlbəcərdə tutular. Deməli, bunlar təzə tutulanda şeylər yarandı, təşkilatlar yarandı. Kəlbəcərli əsirlərin müdafiə komitəsi, nə bilim, Şahbaz və Dilqəmin hüquqları, nə bilim, nə belə yarandı. Hətta millət vəkillərindən də gəlib onların içində iştirak edənlər. Nəsə, hamı gözüm mənə tikmişdi ki, biz onun kitabını çıxartmışdıq, hələ onlar tutulmamışdan, 2006-dan, onlar 14-də tutulub. Nə bilim, müsahibələr falanlar eləmişdik, hamı məndən soruşurdu. Çoxlu müsahibələr alırdılar məndən, televiziyalar, qəzetlər. Bir gün nəsə bir tədbir eləmək istədik. Həmin adamları çağırdım, gördüm, biri gəldi, o birisələr zəngəm nə oldu, dedi ki, yox, baxdıq, gördük, pul yoxdur. Deməli, burada, mən onu anlaya bilmirəm də, deməli, bunlar pula görə onu eləyib ki, o vecinə deyil, orada əsir, işgəncə alır, nə eləyir. Bu adama, bax, şok, bayaq sual verdim şu adama, bu şok budur. Mən bəzən deyirdim ki, adam şok olmaz da, yaşlaşdıca artıq dünyanı görürsən, amma bəzən elə şeylər görürsən ki, gördüm, o cür adamlar da var, çünki ancaq pulla baxırlar. Mən efirlərə çıxanda görəm, kətdə zadda, qohum əqrəba deyir, hər verilişə çıxanda bir 200-300 dollar verirsən, özdə dollar. Deyirəm, onlar mənə verməlidir. Verməli demişkən, deməli, Ankaradayım, TRT 3 kanalı mənə dedi ki, orada tanışlar var. Dedi, sizdən bir açıqlama alacağım. Deməli, o vaxt 100 Türk lirəsi 50 dollar idi, 40 manat idi. Deməli, çağırdı 10-15 dəqiqəlik, təxminən elə bütöv Azərbaycan deməklə Türk Turanla bağlı. Biraz söhbət elədik, 7 dəqiqə çəkdi o süjet. Qız da özü də danışır, arada süjetlər falanlar verirlər. Çəkdi, çox sağ olun, gətirdi mənə 2000 TL pul verdi. 1000 dollar. Dedim, bu nədir? Dedi ki, siz əziyyət çəkmişsiniz. Ağlamağım gəldi. Bizdə hələ minnətlə çağırırlar. O, hər gün debat olur da, Türkiyə kanallarında görürsünüz, siyasi filan. Hamısına yaxşı qanalar verirlər, onların. 2000 TL mənim yol pulumu da aldım, 2 dənə çamadan da aldım, içini doldurdum ailə üzvlərinə falan. O da hələ üstümdə də nə qədər... Üstümdə var idi, amma biz Azərbaycanlıyıq da cibimizə görə hərəkət edirik. Ola bilər, məsələn, o pul olmasa, mən gedib elə düyü üstündə toyuq yeyərdim, balaca gəlir. Amma olanda istəyirsən, ayran da olsun, qarışıq kabab olsun, Türkiyədə, rahat biraz da elit yerdə, hündür mərtəbədə oturub yeyəsən. Bir şalvar alacaqdın, 3-4 dənə alırsan. O söhbət olub, mənə orada 200 TL də versə, mən yenə də təəccüblənəcəkdim. Yəni, mənə nə dedilər? Bax, mən istəyərdim izləyicilər yadında saxlasın. TRT kimi kanal deyir ki,
bilirsiniz, siz uzun illər, 10 illiklər boyu əldə elədiyiniz, əziyyətlə əldə elədiyiniz bilgiləri bizim kanalla bölüşüb, bizim kanalın reytinqini artırırsınız. Səbuhi TRT-nin reytinqini artırır. Görün, insana, müsahibə, münasibətə baxın da siz. Və biz sizdən yararlanırıq və bu, sizin bu çıxışınızı müxtəlif dillərdə tərcümə edib, TRT ərəb var, TRT kürd var, TRT ingilis, hamısında deyir, verəcək. Bütün dünya ona baxsın, dünyadakı türklər. Belə baxdım, adam yarı məcazi, yarı ciddi məndə ağlamağı gəlir. Bir dəfə də BBC radiosu müsahibələrində $65 mənə göndərdi. 2 dəqiqə, 3 dəqiqə Novruzla bağlı Avestaya görə hansı ildir, xarakteri nədir verir. Belə telefonla özdə, heç getməmişdim. Gördüm, dedi ki, filan ünvanda poçta göndərmişim. $65 neçə sent idi? Senti də verdim poçtada, adətimizdir. Dedi $65 manatla getdim götürdüm. Belə olanda adam həvəslə işləyir, daha ciddi yanaşır. Amma bizdə pul alırlar, biabır eləyirlər, yaxud da nəsə. Mən bir şəhidlər haqqında kitabım çıxanda, kənd şəhidləri, öz kəndimizin sevdiyimiz şəhidlər adlı kitab çıxanda, orada o vaxt Allah rəhmət eləsin, Yeni Tərtər qəzetinin baş redaktoru var idi, həm də Yaçıla birinin üzvü idi, Tofiq Yusif. Orada çıxışında bir detala toxundu, dedi ki, çox qəribədir, deyir, yaradıcılığı, potensiyalı olanların pulu olmur, pulu olanların da istedadı olmur. Deyir ki, bizdə çox tərs məzhəb gedən nədir? İnsanlar çoxlu pul buraxıb özünü biabır eləyir. Məsələn, çoxlu pul buraxır, zay-zay şeirlər yazır, qəşəng düzəldib, nə bilim, Gülçöhrə çıx balkona, kitabın adına bax, misal üçün də, yaxud da kimsə gedir bir klip çəkib, özünü bir, nə səsi var, nə bir şey var, amma pulu var da, özünü söydürmək üçün pul xərcləyirlər. Amma biz o savab üçün və millətin maariflənmək üçün bizə pul verməzlər. Biz bir vaxtlar elə Vəfalı müəllim də indi bizi dinləyir, kanalın rəhbərlərindən. O vaxt veriliş liderdə mən il yarım veriliş apardım. Deməli, sponsor axtaranda başqa cür yanaşırdılar. Dedilər, skandal var. Dedim, yox, maarifləndirici, Bakının, dünyamızın gözəlliyinə, ailə münasibətlərinə aid mövzular qoyur. Əş, yox, dava zat, söyüş zad olmayacaqsa mən niyə sənə pul verməliyəm, deyirdi. Orada elə hamımız gedirdik ki, veriliş ölməsin, sponsor tapaq, bunun efir vaxtı falan var. Deməli, onların yanaşması o cürdür, sponsor. Bəzən də biz verilişə gedirik, görürük, hamısı dilxor oldu, dava-şava olmur, qarşılıqlı polemika olur, deyir, burada söyüş olmadı, verilişi yarımçıq tərk edən olmadı, sponsor pulumuzu kəsəcək, bax, belə yanaşmalar da var. Bilmirəm, hələ ki, bəzən olur, xeyir üstəliyir cəmiyyət, ona qızıl əsr deyirlər, qızıl dövr deyirlər, bəzən də olur, şər. Amma məncə cəmiyyətdəki bütün qapıları açmaq lazımdır. Onda hamısı bir-birini tənzimləyər. Ziyalı ya belə deyim, mömin adamları bir qapıdan içəri soxub bağlayanda cəmiyyət bir-birini idarə edə bilmir. Ağsaqqal sözü də olmalıdır, hamısı olmalıdır. Yəni, və Türkiyədə tarix film də çəkilir, ədəbsiz film də çəkilir. Nazlı oğlanlar da veriliş aparır, ciddi kişilər də veriliş aparır. Bizdə amma bu olmaz, bu olar deyirlər. Məsələn, ciddi adam, mən efirə layihə verində deyirlər, sən özün ciddisən, biraz da möminsən də, müharibə zad görmüsən, sən ciddi apara bilməzsən, onda cəmiyyətə çox təsir edir. Sən şou elə, sən bayağı, belə deyim, davranış nümayiş elətdir, onda razıyıq efirə. Belə, yəni çoxdur dərdimiz, bilmirəm. O efir variantların dediniz, istəyirəm. Mənim əlimə bir sənət keçmişdi. Özbək mayor Rusiyanın Dövlət Təhlükəsizlik Xidmətinin arxivindən çıxartmışdı. Onu Azərbaycana qarşı Avropa ölkələrində hazırlanmış bir layihə, tele-layihələr. 160 adda tele-layihə hazırlanıb Azərbaycan cəmiyyətində Azərbaycan kişisinin qorxusuzluq sindromunu öldürməyə, Azərbaycan qadının abır-ismətini pozmağa, oğlanları təşviq eləməyə, qorxaqlığa, nəyə, ümumiyyətlə 160 tele-layihə, həmin o dediyiniz layihələrdə pul ayırıblar, sponsorluq ediblər, işlədiblər, millətin əxlaqını pozmağa, cəmiyyətdə qarşı durma yaratmağa, amma şükür Allaha ki, cəmiyyətimizdə özünə yer tapan, ayağını diriyib, əxlaqı, milli dəyərləri saxlayan oğullar da var, xanımlar da var. Ona görə biz sizi təqdim elədik döyüşçü kimi. Əslində
döyüş yolunuzdan danışmağa heç ehtiyac duymuram, amma bir sual verəcəm. Buyurun. Qarabağ müharibəsində, ikinci müharibədə o silahsız, sursatsız, yalın əllə, yalın ayaqla döyüşə gedənlərin sırasında olmusunuz. İkinci dəfə isə artıq media nümayəndəsi kimi. O döyüşlərin hansında özünüzü daha faydalı hiss edirdiniz? İkisində də. Mən 92-də iyul ayının 14-də yaralanmışam. Onda Xankəndinə yaxınlaşırdıq, Şuşaya yaxınlaşırdıq. Ağdərən bütöv almışdıq, Kəlbəcərlə birləşmişdik. Ermənilər yalvarırdı ki, sülh müqaviləsi. İndiki kimi deyildi o vaxt, dron falan belə şeylər yox idi. Qabaq-qabağa. Məsələn, burada dronlar vurur, uzaqdan uzağa döyüşlər gedir. Amma ikisi də qürurluydu. Sadəcə həmən vaxtı mən yaralandım, sonra artıq baş müalicələrə qarışdı falan. Sonra dedim, yox, bu torpağı alana qədər, o yaralandığım yeri gedib görənə qədər Ağdərənin orta kənd deyilən yer var. Orada şəhərdən sonra ora gəlir. Drımbona tərəf gedən Heyvalı kəndinə. Sonra tək apreldə yox, elə bütün Qarabağ bir əlim oradaydı. Qarabağda reportajlar, o vaxt 17 kənd tərtər ərazisində hələ bizdə idi, ermənilərdən alınmışdı. Oradan reportajlar çəkirdim. İstəyirdim ki, insanlar o qüruru ölməsin. Buranı almışıq, yenə alacaq, narahat olmayın. Qazilərdən, döyüşçülərdən müsahibələr aldıq. Aprel döyüşlərində də, başqa döyüşlərdə də. Artıq o səngərdə olanların hamısı məni tanıyırdı. Dedim, müəllim, yenə gəlmişsiniz, buraxmırlar. Dedim, açıq gedib o qabağa, o neytrala. Dedilər, yox, mina olar, vurarlar, bizim adımıza söz gələr. Aprel döyüşlərində də Cocuq Mərcanlıdan başladıq. Hətta bizi ateşə də tutdular. Tovuz tərəfdə, səngərdən onu da çəkib paylaşmışdım. Tərtərdə falan da. 44 günlük savaşda da təsəvvür edin, təkcə oktyabrın 8-ci gecə Tərtərin özündə qaldım. 164 raket düşdü ora. Və mənə qürur verən nə idi? İkisinin də qürurdu. O fərqləndirən adamlar məncə doğru deyil. Mən bir neçə dəfə danışmışam. Təsəvvür edin ki, gündüzdür. Ermənilər dayanmadan raket atır. 16.000 raket atıldı Tərtərə, şəhərə hələ. Deməli, raketlər atılır, hamı qaçır, gizlənir. O yerlər qazmışdılar orada. Sakitləşən kimi görürdüm, balaca uşaqlar haralardansa çıxdı. Yerdən o qəlpələri, hələ soymamış qəlpələri yığırlar belə torbalara. Dedim, metalluma verəsiniz onu. Belə mən ciddi görkəm aldılar, 3-4 doğru. Dedi, əmi, metalluma vermir. Yəni ağlın olsun. Sanki belə deyir. Qüruru da durub belə o Babək qılıncla belə durub müraciət edir. Meydan oxuyur, deyir, bunu yığırıq ki, buradan əskərlərimizin maşını keçəndə təkərinə batıb deşməsin, tez çalsınlar. Kövrəkdir də. Bax, indi də tükün biz ağlamaq tutdu məni. Dedim, qurban olaram sizə. Sizin kimi uşaqlar varsa bu ölkə uduzmayacaq. Qarabağ alacaq. İkisi də gözəl idi. İkisinin də öz gözəllikləri var. Mən bu yenilərdən də müsahibələr almışam. Qazilərdən, yaralılardan. Biri var, təsəvvür edin, 2 gün neytralda qalıb. 3 gün morgda qalıb. Neytraldan çıxardıblar, yığıblar o nəşləri Kamaza. Kamazdan gələndə yolda raketlə ermənilər vurub. Bütün meyitlər dağılıb. Bu da onların içində olub. Təzən gətiriblər, 3 gün morgda qalıb. Sonra sağ olsunlar, o nədirsə bilmirəm, cihaz var. Bunda həyat əlaməti varsa, bütün o morgdakılar bir-bir yolu. 20-dən çox adamı elə xilas ediblər. Baxırlar, başının yarısı da yoxdur da. Baxırlar ki, bu hələ həyatı var. Ata-anası da yalvar-yaxarla bütün ölkənin hospitallarında gəzir ki, meyidi verin də, bir dənə əli də olsa aparaq, bastıraq. Təsəvvür edin, evləndi, keçən yay evləndi oğlan. Bu gedib ermənilərin yanından, o navotka deyirlər, işarə verilmiş ki, buranı vurun. Ta ki, vurur, deyir 2 dəqiqə buranı vurun. Bu 2 dəqiqə çıxmaya bilər də, çünki birdən qəfil erməni çıxar, bu hara getsin, məcburdur bu da ölməyə. Yəni, elə riskli işdə gedib onu verib gəlmiş, elə həmən məqamlarda da çox ağır yaralanıb. Yəni, belə oğullardan nətər. Sonra Füzulidə biz getdik hospitalda. Oğlan onda çəkmirdik, dedik biraz o qanqada görünməsin. Amma gedirdik. Ayağını kəsiblər, deyir, həkim nə olar, tez bir protez düzəlt, uşaqlar orada qalıb gedirəm ona. Ağır güllə dəyən dizindən var, deyirəm, bura 2 dənə taxta qoy ay həkim, mən səni örgədim də, deyir, taxta qoy, mən gedim vuruşum da.
Gedim orada, elə bil orada nəsə var. Ölməyə qədər getməli. Bax, ikisi də gözəldir. Həm də ata ilə oğlu necə müqayisə edirsən? Atalar bizim vaxtımızda qoyduğumuz işi yarımçıq getdi. Mən qəbul eləmədiyim bir şeydir. Birinci, ikinci Qarabağ müharibəsidir. İndi bircə dənə müharibə oldu da. Güya Koreyanı demək olar. Birinci Koreya müharibəsi atəşkəsdir. Bir-birini vurmurlar. Üstündən 60 il keçib az qala. Ona demək olar. İkinci başlayarsa Allah eləməmiş. Amma bu nə vaxt atəşkəsdə 1800-ə qədər adam öldü, əskərimiz öldü, sıravi insanlar öldü, minaya düşənlər oldu. Nətər bu ara kəsildi ki, biz deyək ki, araya aprel oldu, vertolyot bizim nəysə vurdular, bizimkilər olan vertolyotun vurdu. Mübariz qoymadı o atəşkəsə, yaxşı mənada. Nə bilim, Polad Həşimov var, elə bu Dilqəmlə Şahbaz gedib elə o tez-tez getmək, orada müəyyən işlər, görmələr vardı. 44 günlük savaş, sonraki antiterror nə vaxt qutardı ki? İndi bitib. İndi tamam, nə o tərəf bu tərəfə bir şey atır, nə bu tərəf. Nə vaxtsa başlasa, o da mən həmişə deyirəm, proqnoz da verəndə deyirəm ki, bir də heç vaxt ən azı bir 100 il Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq. Zamanı gələndə də bu 3 respublika sərhədsiz olacaq. İndi biraz çətindir ki, Qudurət hələ şəhidlərin o belə deyim, qurumayıb o acısı, amma olacaq. Çünki mümkün deyil, ayrı variant yoxdur. Ermənilərin o vaxtları körpə doğulan uşaqlara türkünə xox gəlirlər, türk gəldi. O həmin təbliğatın nəticəsi bu 44 günlük müharibədə öz təsirini göstərdi. 200 illik zəhər əridi getdi. 13.000 fərari çıxdı. Niyə? Türk gəldi xofundan. O əskər eşitdi ki, Azərbaycan ordusu gəlir, türk əskəri gəlir, fərarilik elədi, silahını atdı, qaçdı. O təbliğatın nəticəsidir ondan. Doğrudur, doğrudur. Yəni bax belə, amma o zəhər əriməlidir, bitməlidir. Çox ölkələr var, bir-birindən uzun illər. 100 illik müharibə aparanlar bugün hamısı bir yerdə iş görür, başqa deyil. Amma məqamı var da. Məsələn, 15 il qabaq Azərbaycan hökuməti Ermənistana neft göndərsəydi, benzin göndərsəydi, üsyan eləyərdi. Amma bugün ehtiyacı var. Biz istəyirik Rusiyadan qopsun. Rusiya şərtlərlə verir, nə bilim başqa şey veririk. Pulsuz da vermək olar. Kimsə də mən erməni müdafiə etmirəm. Mən bölgənin azadlığını, sabitliyini müdafiə edirəm. Bəli, müdafiə edirəm. Belə. Bölgədə qonşu cənub ölkədə var, İran orada müəyyən hadisələr cərəyan eləyir. Soydaşlarımızın hüquqları pozulur. Müəyyən hadisələr var, hərəkatlar var. Ora qarşı bir ona ekskurs eləyək, sonra yekunlaşdıraq. Eləyək. Bu çox mürəkkəb məsələdir, amma bir mənalı deyim ki, Amerika ilə, İsrail ilə İran savaşında bir nəfər mülki vətəndaş ölməyib. Bunu istəyirəm insanlarımız bilsin. Amma ümumilikdə də 2000 civarında polis, hərbiçi, nəsə o səlahiyyətli nümayəndə ölüb. Amma bu müharibədən, 40 günlük müharibədən qabaqki bir ayda, 2 ayda, 3 ayda bəzən 100 min deyirlər, bəzən nə bilim 50 min deyirlər, vətəndaş, mülki vətəndaş öldürüldü. Təkcə İranın Səhiyyə Nazirliyinin saydığı meyitlərə görə 37 mindən çox olub. Amma İran rəsmiləri 3500 deyir. Hətta 3500 də faciədir. İndi hansı daha dəhşətli? Ömər Xəyyamın qəzəlində deyildiyi kimi, hansı daha dəhşətlidir? Və bu gün də müharibə dayanan kimi yenə orada başlayacaq. Və orada o vaxta qədər ki, millətlər istiqlaliyyət qazanana qədər. Bilirsiniz, mən həmişə deyirəm, bax, ermənilər bu aldıqları yeri abadlaşdırsaydı, orada qəşəng binalar tiksəydi, biz ala bilməzdik oranı. Mümkün değildi də. Amma bunlar dağıtdı falan. Həm Allah da görür, Allah nəzərə alırlar. Sən prezident necə deyir? Cəbrayılda bir dənə bayraq sancmağa, yoxsa Füzulidə bayraq sancmağa bir dənə tikili tapmadı. Bu dəhşətdir. Amma gedib tikir. Əgər tutaq ki, İranda Azərbaycanlıların da dili dövlət dili olsa, hamı gözəl yaşasa, öz kimliyini, mənliyini ortaya qoysa heç onlar birləşmə zad haqqında düşünməz. Amma bizim davamız insanlara hürriyyətdir, millətlərə istiqlaldır. İstiqlal olsun, o özü kimliyin tanısı. Tehranda gedəndə mən türkçə soruşanda öz soydaşlarımda görürdüm o tərəfə farsça danışırdı.
Yaxud da o tərəf bir tərəfə baxır ki, gəl deyir farsça bilmirsən, Şurəvidən gəlmisən deyir. Gördüm utanırdılar. Amma məsələn Pezeşkiyan şeir deməklə Azərbaycan türkçəsində danışandan sonra artıq onlar qürurlandı. Bizdə o qürur olmasın. Mənim millətim niyə qürurlu olmasın ki? Nə bilim o öz azadlığını hiss eləməsin ki. Hal-hazırda müharibə dayanıb, böyük ehtimalla elə olmaz. Əsas odur ki, molla rejimi də getdi. Gedib demirəm ha, getdi. Çin dalınca. İndi məsələ odur ki, İranla Amerika arasında bir bəyannamə imzalanması haqqında razılığa gəliblər. Güya ki, ayın 19-da da imzalanacaq. Artıq burada bir proqnoz verməyinizə ehtiyac var. Yo, İranın alınacaqmı? Olunacaq. İmzalanacaq. Olunacaq. Yo, mən əvvəldən də müharibələ təzə başlandı dedim ki, aprelin 12-sinə qədər 8-nə qədər atəşkəs olacaq. 12-sinə qədər, hə. Çünki mətbuatda da çıxdı. 8-i atəşkəs elər, 12-də Pakistanda görüş oldu. Dedim, amma bu natamam olacaq. Tam olmağı iyunun sonudur. Hə, iyunun sonunda, indi artıq iyunun ortasını keçmişik. İyunun sonuna qədər də bu məsələlər aydınlaşar. İsrail də poza bilməyəcək. Belə. Amma əsas təhlükə İranın nüvə silahına malik olması idi, onun qarşısı alındı. Tam alındı da, alınıb da demirəm, yenə deyirəm. Böyük ehtimaldan artıq yaxın 3 ildə İranın ikinci dövlət dili Azərbaycan dili olacaq. Çünki farsça yazılan istənilən idarənin altında Azərbaycan türkçəsi, bizim latin qrafikalı türkçədə yazılacaq və orada o dərslər də keçiriləcək. Ondan sonra tarixə buraxaq. Düzələcək. Amma 3 günə, 5 günə bölündü, parçalandı falan. Agresiya davam eləsə bir ayın içində də ola bilər. Çünki biz də laqeyd deyilik, Türkiyə də laqeyd deyil. Amma hələ ki bizə nüvə silahı olmasın, bir də öz dilimiz, kimliyimiz inkişaf eləsin, qalan şey özü təbii yolla gələcək. Bütün hallarda qan tökülməsinin əleyhinə. İnşallah güman eləyək ki, hər şey yaxşı olacaq. Çox sağ olun. Var olun. Əziyyət çəkdiniz. Xoşdur mən. İşimizə gəldiniz. Hörmətli tamaşaçılar, bir daha təkrarlayıram ki, bizim qonağımız Səbuhi Rəhimli idi. İnşallah bəyənin, paylaşın ki, Səbuhi bəyin fikirlərinə daha çox tamaşaçılar baxa bilsinlər. Sağ olun, gələn görüşümüzə qədər.